Salam, hər vaxtınız xeyir olsun. Bugün bir çox insan maraqlandığı qala qurumu haqqında məlumat vermək istəyirəm. Amma bundan əvvəlcə başlamaq istəyirəm ki, şahmatda 8 rəqəmimiz və 8 hərfimiz var. Və şahmat taxtası 64 dediyi xanadan ibarətdir kesin və bunun 32-si ağ, 32-si qara xanadan ibarətdir və bir tərəfdə 16 fiqur olur ki, 8 piyada, ikinci sətirdə piyadalar düzülür. 2 top, 2 at, B və toplar A və H xanasında, atlar B və J xanasında, fillər C və F xanasında, vəzir D xanasında, şah isə Y xanasında yerləşməlidir. Və qala qurma haqqında danışırıq. Qala qurma, iki cür qala qurma var. 1 qısa qala qurma, 2 uzun qala qurma. Hər iki qala qurmada şah 2 gediş edir. Fərqi yoxdur. Qısa qala qurmada da, uzun qala qurmada da şah 2 gediş edir. Amma top fərqlənir. Top qısa qala qurmada 2 gediş edir. Uzun qala qurmada isə 3 gediş edir. Bunu göstərəcək. Amma qala qurma etməmişdən əvvəl qala qurmanın şərtləri var. Birinci şərt. Qala qurmada iştirak edən fiqurlar, yəni top və şah yerindən tərpənməməlidir. Biz dedik ki, oyunun başlandığı toplar və A və H xanasında olur, şah da Y xanasında olur. Yəni yerindən tərpənməməlidir. Bu birinci qanun. Qanun 2. Fiqurların arası boş olmalıdır. Görürsünüz, hər ikisində fiqurların arası boş. Fərz eləyək ki, mən burada atı qoyuram B xanasına. Tutaq ki, atım buradaydı, atı gətirdim, qoydum bura. Mən artıq qala qurma eləyə bilmərəm. Daha doğrusu mən uzun qala qurma eləyə bilmərəm. Niyə? At şahla topun arasında. Mən bunu gətirib qoymalıyım bura və yaxud bura 2 xanəli atla bir xana sağa və sola hərəkət eləyə bilir. Fiqurların arası boşdur, bu zaman elə bilərəm. Yəni ikinci qanun fiqurların arası boş olmalı. Üçüncü qanun. Üçüncü qanun qala qurma zamanı, hətta qala qurmadan sonra belə fiqurlar zərbə altında olmalı deyil. Fərz eləyək ki, indi burada vəzir fiquru var. Mən şahı bura gətirə bilmərəm. Dedik axı, qısa qala qurmada da, uzun qala qurmada şah 2 damı geçir. Mən burada gətirsəm artıq rəqibin zərbəsi altında ola bilərəm. Bu da icazə verilmir. Eyni zamanda rəqib səni şah elan edibsə, qala qurma etməyə icazə verilmir. Gəlirik uzun qala qurmaya. Dedik ki, həm qısa, həm uzun qala qurmada şah 2 dama geçir. Biz indi hal-hazırda uzun qala qurma görürük. Deməli, fiqurlar, şərtlərimizə baxırıq. Fiqurlar yerindədirlər, tərpənməyiblər. Fiqurların arası boşdur. Zərbə altında tutaq ki, deyirlər. Və qala qurma etdikdən sonra zərbə altında olmayacaqlar. Bu zaman uzun qala qurmada şah 2 damı geniş eləyə bilir. 1 D, 2 C. Dediyi qoyduq bura. Və qala qurma zamanı birinci şah fiqurunu hərəkətə gətirməliyik. Yəni şahla getməliyik birinci. Qoyduq bura. Top da bu uzun qala qurmadır. Top da 3 dama gəlir. B, C və D. Təsəvvür edin. Gəldik, qoyduq. D xanası. Mən bunu belə elədim, bu sizi çaşdırmasın. Şahmatın qanunlarından biri yeganə fiqur atdır ki, bax, yeganə bu fiqurdur ki, digər daşlarına tullanıb gediş eləyə bilir. Amma siz topu görürsünüz, mən belə eləyirəm. Bu demək deyil ki, bu digər daşlarına gediş edə bilir. Bu yalnız qala qurma zamanı bir haldır. Bu uzun qala qurmaydı. Və uzun qala qurma etdikdən sonra gördük ki, şahımız E xanası 2 xana sola, yəni C xanasına gəldi. Top isə 3 dama sağa gəldi. B, C və D xanasına gəldi. Biz uzun qala qurmanı həyata keçirdik. İndi gəlirik qısa qala qurmaya. Qısa qala qurma zamanı, hətta belə olduğu təqdirdə, fərz eləyək, belə olduğu təqdirdə, biz uzun qala qurma edə bilmərik, çünki aramızda at var. Amma qısa qala qurma edə bilərik, çünki bu araları boşdur. Və qısa qala qurma zamanı, deməli, şah yenə fərqi yoxdur. Qısa uzun qala qurma, şah 2 dama geniş eləyə bilir. Və yeganə qala qurma zamanında şah birdən-birə 2 geniş eləyə bilir. Bu zaman şahı gətirik F və G. 1, 2. Gətirik G xanasını. Birinci şahı hərəkət eləməliyik.
Topu da gətirdik 2 dama. Qısa qala qurmada top 2 dama şeyi. C və F. Gətirdik qoyduq F-yə. Bu da oldu qısa qala qurma. Ümid edirəm ki, qala qurma haqqında izah verə bildim, kömək ola bildim. Kimə maraqlı idisə, çalışdım ki, öz dəstəyimi nümayiş etdirim. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirəm.